faydası yoxdur, CO2 əzbərləmək plus lazımdır. H2O alınır da. CO2 plus Bax, H2O. əgər əla deyəcəm, əla, o halda ki, burada mən T temperatur yazdım, yəni yansın. Yananda səndən razıyam, tamamilə doğru deyirsən, CO2 plus H2O alınır. Amma bir də var, bax, bu çaşdırıcı da, ona görə bunu vermişəm. Tam dibdən salacağı bilmirəm, əsas yerlərə deyəcəm, Katalizator hansılara sıratında CH2 Aha, CH2O bax, plus mövzumuz hə, indi sən deyəcəksin ki, sən qoy, nədir, başlıq verim. Mövzumuz karbon turşular, mən boş-boşuna bu reaksiyonu yazmamışam. Güvay desən görüm. Bəli, bir karbonu var deyən, nədir? Bir H2OH plus H2OH buradan ötürü alınır. Hə, bax, bu katalitik oksidaşmələr, ümumiyyətlə katalitik kat yazılanların hamısı nədir? Xüsusi olaraq əzbərləməyə məcbur oldum. Mənim özüm belə çətinlik çəkirdim bunu. Çünki qarışıq gəlirdi. Deyirəm Allah. Bax o sualı mən də verdim. Necə yadımda saxlayım? Sonra belə fikirləşdim ki, bax bir karbonu var deyən, nədir? Bir karbonu var deyən, bir karbonlu turşuya çevir. HCOOH. İndi başqa bir nümunə yazarıq, baxarsan. Məsələn, indi gəl CH4-ün yerinə yazım. C3H neçə? 3 dəfə 2, 6 üstə gəl 2, 8, 7, H8, 6. H7 olsa radikal olar. Bölünə gərək xlor, mulor olsun da. Alkan axı... Birləşdirib yazıyıq. C3H8. Aha, bəli. Elə bil ki, CH2 plus 2 düzdür, alkandır. Alkanlar oksidləşəndə, əgər mən, üstə temperatur yazsaydım, deyirdim, ay müəllim, biz bunu 10-cu sətə keçmişik, karbon qazı ilə su alınır. Mən də deyirəm, düz deyirsən. Yox, əgər burada kat yazası olsam, temperaturu silirəm, yazıram kat. O zaman deyirsən ki, aha, katalizator olanda alkanların buna oxşar, buna uyğun hansı turşu olar? 3 karbonlu turşu olmalı. C, burası OH. Yaxşı? Belə bir turşuya çevirəcək. Yəni necə karbonlusu ona uyğun turşuya, karbon turşusuna çevrilmiş olur. Yadından çıxmaz? Yaxşı. Bax, amma belə bir şey də deyim ki sənə. Əslində burada uşaqlar belə bir qayda var idi. Bilmirəm yadınıza gəlir yoxsa yox. Amma məsələn bu yazdığım çox istifadə olunan bir reaksiya deyil. Adətən cüt rəqəmlərdən istifadə. Bax C1-dən sonra cüt rəqəmlərdən istifadə olunur. Məsələn C36, H70 bunu alkanlara demişdik. H74. Üstə gəl o ki, böyük rəqəmlərdə 4-dən sonra başlayaraq ki, nə edəcəksiniz? Bir də nə deyim, yadına düşəcək bax, alkanlara demişəm. 36-ın yarısı neçə eləyir? 18 elə. Eləməsən ki, karbonların cəmi 18-dən olsun. Yəni C17, H35, COOH yazaram ki, 18 karbon. Plus su. Yaxşı. Yəni adətən məsələn 3-cü reaksiyanı demək olar ki, çox görmürük. Yəni ən çox birinci, sonra dördüncü, sonra başlayır böyük rəqəmlər 18, 36 falan. Və 4-dən o yana da hamısını bu yolla həll edirsiniz. Yəni yarıya bölürsən, yaxşımı? Bunu alkanlarda demişdim, bilmirəm, yadına düşdü ya yox. Elə demişkən, aynən, sən də görün mənə, bax, bu yazdığım turşunun adı nədir? Tanış gəlirmi bu turşu? Palmitindir, margarindir, stiarindir, nədir bu? Stiarin döyümü. Stiarin turşusudur. Nihat düz deyir, yoldaşım. Bir dəqiqə, düz deyir də. Stiarindir. Hə. Bəs palmitin nə idi? Aha, palmitin nə idi? Palmitin 15 dənə karbon. C15 H35 olan. Bəs margarin? Ya da heksadekan da deyilirdi. Margarin 16 dənə, C16 H33 çox. Ay sağ ol, yaxşı. İndi keçirəm bir dənə Gülay tipik bir reaksiya edirəm, amma nə bilim, burada diqqətlə düzəldəcəksən Gülay səhvdirsə. Gülay, bax, oxun üstünə bakteriya yazırdıq. Bakteriya. Süleyman gəlsin görəsən. Bakteriya yazırdıq. Və deyirdik ki, etil spirtinin də C2H5OH. Bakteriya iştirakında oksidləşməsindən hansısa bir turşu alınırdı? Hansı turşu alınırdı? Haysa, yəni 2 karbonlu olduğuna görə 2 karbonlu turşuya çevrilir. Başqa variantımız yoxdur. Aha, buradan da əlavə olur su. Aha. İndi qayıdıram yenə nədir? Bax, biz deyirdik ki, bax, bu hansı birləşmədir? Bir yadına sal görüm. CH3, CO, sadəcə H.
Yox, OOH yazmıram. Sadəcə H yazmışam. Axırı co. Hansı sinif idi bu? Spirtdir, ketondur, aldehid. Yox, Gülay. Görüm yadına düşürmü? Bu Spirtdirmi, ketondurmu, aldehiddirmi, karbohidratdırmı? mən Nə idi co? aldehid da, aldehid. Əla, aldehid, bəli. Yadıma gəlir deyir aldehidlər gümüş oyuna reaksiya girəndə nə baş verir? Başlarına nə gəlirdi bunların? CH3, C, O, orada Argentin kişi onun O'su gəlir o haşa birləşir də. Əla, bəli. Buradan da 2 dənə gümüş neyniyir? Sökür. Bax, bu Sökür. reaksiyanı bilsən, aşağının test toplusunda toplu birinci hissədə məsələ həllərinə bu reaksiyalar düşür. Əgər mən sizə birinci hissəni keçəs olsaydım, uşaqlar, topluluğa gərək sualları seçib işlədərdim. Çünki bunları bilməyəcəydiniz. Deyəcəksiniz ki, müəllim, biz bu reaksiyanı keçməmişik axı. Ona görə artıq ürəkli işləyə biləcəksiniz. Çünki bu reaksiyanın hamısını bilmiş olursunuz. Ay nədir? Mən burada gümüş 2 onun yerinə COH2 götürsəydim nə olardı? Mən yenə olduğu kimi yazılır, elə Turşuya orada çevrilir elə yenə. kupon 2 o gəlir, plus su olur da. Kupon 2O və su. Bəli. Özdə Gülay desin, görüm rəng dəyişimi necə baş verir Gülay? Nədən nəyə keçirdi rəngimiz? Viskio qırmızı. Qırmızı rəngli çöküntüyə çevrilir. Belə. Bunun özü mavi rəng idi. Əvvəlcə kupon OH-a keçsə sarı rəngə çevrilir. Sarı tədricən qırmızı. Ay sağ ol. Qəşəng buraları yəni bəyəndim. Keçirik indi Gülay sənə bir dənə yox, Nihat araya qatım. Nihat birdən fikri dağlar. Nihat burada sən yaxşı sənə bir dənə qəşəng sual. Metil spirti CH3OH. Üstə bax ən çox karbon turşuların tipik reaksiyaları. Görün biləcəksən mən. Bilsən afərin sənə. Burada nə alınır? CH3 su. Aha, nə dedin təzədən zəhmət olmasa? CH3 su. Buna nə var? CH3, COOH. Nə bir düz deyir yoldaşım? Düzdən aynen buna nə var? Bəli, bu sanki gəlir bunun ortasına girir. Bəli. CH3 yaxşı. Bunu da bildiyinizə görə sizə başqa nə sual verim? Uşaqlar, bir də var idi karbon turşuları turşuluq xassəsinin artması, azalması. Sənə verirəm bu sualını. HCOOH yoxsa C3H7COOH? Cavab verəməsən Elmir deyəcək. Hansının turşuluq xassəsi daha çoxdur? Mən HCOH-ın daha çox deyil. Əla, getdikcə nə edirdi? Azalırdı. Birdən kiçik azalır. Bəli, azalırdı. Bəs yaxşı, indi sualım Gülayadır. Gülay, sənə necə bir sual verim? Bax, COOH, bir də aşağıdan COOH. Deməli, burada da 4 karbon COH-dır. Burada da 4 karbon COH. Sayıcılıq şaxə var da. Səncə indi bunun turşuluq xassəsi hansında çox olar? O görüm Elmir nə deyir? Elmir sən nə deyirsən? Yəni şaxəli olanda daha çox olmurdu. Aytən nə deyir? Kimin fikri var deyə bilər uşaqlar. Hə, öz fikrini desin. Zəncir uzun olanda daha böyük olur. Bəli. Zəncir belə olanda Gülay düz demişdi. Sadəcə uşaqları yoxlamaq istədim. Belə olanda deməli nə olacaq? Turşuluq daha çox. Nə qədər çox şaxələnmə olsa turşuluğumuz da minus olur. Amma indi halogen ortaya salacağım uşaqlar. Bir dənə florfuran. Bunun nəviyə qayıdıb verəm sualıyla. Hə, yaxşı, səndir. Bax, CH3, COOH. Bir də H-ın birini qoparıram, Gülay. Bura bir xlor əlavə edirəm. COOH. Hansında turşuluq daha çox olacaq? Xlorda, elə. Bəs orada CH2 brom COH olsa, yenə desəm mənim getdikcə yox, burada səhv yazdım. Üzrlü sayı brom olanmaz. Hə, bax belə eləyək, təzədən müqayisəyə. Bax, səncə bu, yoxsa burasında brom olan hansında daha çox olacaq? Xlorda nə bir düz deyir yoldaşım? Bax, yadda saxla. Prostoy deyək də, prostoy
Aha, prosto ilə müqayisə edəndə bax sıra belə idi də. CH3 COH yəni bu prostoydu, heç nəyi yoxdur. Sonra gəlir CH2 ayağı yod COH. Sonra gəlir CH2 emir ayağı brom. Brom COH. Sonra gələcək nə? Xlor Yod, COH. xlor, Sonra da axırda brom. aha. Deməli yod, brom, xlor, axırda flor. Flor olanda daha böyük olacaq. Yaxşı nədir? Flor olanda daha böyük olur. Bu 9-cu materialdan keçəcək ki, uşaqlar. Flor ağadır da, elə bil. Flor daha çoxdur xlordan, o çoxdur bromdan, o da çoxdur yoddan. Yaxşı, 9-a bir deyəcək. Halogenlərdir bunlar. Yaxşı. Başqa sizə nə sual verim? Hə, bir də orada demişdim Amma elə mənizə. bu flor, Hə. xlor, brom yodda belə də olmalıdır məncə. Prosto yəni biz onu keçmirik. Astat. Hə, astat da var. Astat, hə. Astat da var, onu keçmirik. Deyən onu demirik. Flor, xlor, brom, yod deyirik. Sən elə bil həmin vaxtlara qoşulmuşdun, hə? Dərsə keçən il nə bil? Julay gün halogenlər keçəndə. Prosto elə bilirəm. Hə, astatı. Hə. 9-da bilmirəm, ortasında mı gəldin, nə idi, amma bilirəm ki, o dərsdə olubsan, yoxsa astatı bilənməzdin. İndi sənə oraları keçəndə rahat olacaq, məlumatlı olacaqsan. Yaxşı. İndi bir dənə sənə sual verirəm. Kimə sual verim? Gülay, bunu da sənə verim, sonra keçirəm Nəbiyə yenə. CH2, 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 COOH. Xlorun birini burada yazıram. Bir də bundan çəkirəm. CH2, CH, aşağısı xlor, CH2, COOH. Birini də çəkirəm. CH3, CH2, CH bura xlor salam, COOH. İndi səncə hansında daha çoxdur Gülay turşuluğu? Bunu desən, biləcək ki, öyrənirsən. Gəl belə eləyək, bax. İkinci maddəni, hə, bu CH3 olmalıdır. Hə. Bax, buna 1 qoyuram. Aha, denə. Aha. Deməli 3, bəli, ən çox bu olacaq uşaqlar. Çünki COH-ın ilk gələn alfasıdır. Bu beta, bu qamma belə gedirik də. Alfada olan nədir? Daha çox olacaq. Yaxşı. Və məsələn, birinci hardadır? Alfa, beta, qammaya düşür. Bu zəifdir. İkinci hardadır? Alfa, beta. Bu ortada ən güclüsü alfada olandır. Yaxşı. Bu da yaddan çıxmasın. Bir də nədir? Qoy görüm yadına düşəcək. Nihat hazırlaşın, 10 dəqiqəyə başlayırıq sizə. Sənə nə sual verim, nə bilim. Bax, nədir? Anhidrit yaranmasından danışmışdıq. Məsələn, CH3, COOH. Bu sən hansı turşudur? Bir də təzədən də görüm adını. Aldı. Nə turşusudur? Sirkə turşusu, asetat turşusu. Sirkə turşusu, hə, CH3. Hə, sirkə turşusu. Mən bundan 2 dənə götürürəm, nədir? CH3, C. İcazə ilə yerlərin tərsinə yazıram ki, gözümüz daha yaxşı görsün. OH. Nə fərqi var ki, baş ayaq yazdım da. Elə bu həmişə onu yuxarıda, OH aşağı yazır. Mən belə yazdım ki, qəşəng görək. İndi bax, 2 dənəsi yanaşı gələndə, nə bil? Burada da həmişə katalizatorun üstünə uşaqlar PCO5 yazılır. PCO5-in iştirakını gedir. PCO5 elə bir suyu udmaq xassəsinə malikdir. Buradan su çıxmalıdır, nə bil? Birincinin OH-a çıxır, o birisinin nəyə çıxır? Birinin OH, birinin H çıxmalıdır. H. O sənə verəcək su. Bəli, o sənə